Lənkəranda avtomobil körpüdən aşıb, sərnişin ölüb, sürücü xəsarət alıb. Hadisə gecə saatlarında Lənkəran-Boradigah Masallı magistralında Lənkəran rayonunun Separadi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Mahmudavar kənd sakini 21 yaşlı Sultan İlkin oğlu Hacıyev idarə etdiyi Hyundai Santa Fe markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Avtomobil yol kənarındakı iki rabitə dirəyini sıradan çıxarıb, daha sonra Ulum çayı üzərindəki dəmir körpüyə çırpılıb. Zərbənin təsirindən körpünün dəmir konstruksiyaları zədələnib və avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb. Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan sürücünün həmkəndlisi 21 yaşlı Ümid Nicat oğlu Mühibbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakıların köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq, sərnişin Ümid Mühibbətov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 16 mart 2026-cı il tarixində saat 23:55 radələrində Lənkəran rayonunun Separadi kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travması, qapalı kəllə beyin travması, aqanal vəziyyət diaqnozları təyin olunub. Qeyd edək ki, yaralılardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. 2005-ci il təvəllüdlü yaralı bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb. Ümid Mühibbətovun meyti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.